Biri var idi, biri yok idi. İki qarğa var idi. Bu qarğalardan biri tənbəl, digəri isə çox zəhmətkeş qocaq idi. Onlar bir-biri ilə qonşu idilər. Tənbəl qarğa bütün gün yeyib, içib əylənirdi. Qocaq isə bütün günü zəhmət çəkib qış fəslinə azuqələr toplayırdı. Odun, çör-çöp daşıyır, zəmilərə baş vurur, buğdaları toplayıb yuvasına gətirirdi. Bunu seyr edən tənbəl qarğa tənə ilə deyirdi: "Bu qədər işləmək olar, sənə yazığım gəlir." Qocaq qarğa gülümsəyərək dedi: "Neyləyim ay qonşu? Birazdan qış qapının ağzını kəsəcək. Hər yer qar, boran bürüyəcək." Hələ çox var, deyən tənbəl qarğa mahnı zümzümə edə-edə kefindən qalmırdı. Bir neçə gün keçmişdi ki, fəsli qış durdu qapıda. Tənbəl qarğa şən yuxuda. Hər yeri qar, şaxta bürüdü. Külək qarı sovurub tənbəl qarğanın qapısına çırpırdı. O da qapının döyüldüyünü sanaraq üz-gözünü turşuda yuxudan ayılıb dedi: "Kimdir gələn?" Gələn qış idi. Kim olacaq? Külək yenidən qarı sovurub qapıya çırpdı. Tənbəl qarğa ərinə-ərinə yerindən durdu və qapını açdı. Gördüyü mənzərə qarşısında dəhşətə gəldi. Ay aman, bu nədir? Qış nə tez gəldi. Soyuqdan tir-tir əsməyə başladı. Sobanı qalamaq istədi. Amma nə fayda? Odun nə gəzirdi. Gördü bərk acıb, ora-bura baxdı. Bir şey tapmadı. Vay, halım necə olacaq? Uçaraq yaxınlıqdakı gölə gəldi. Əvvəllər burdan xırda cücülər tapıb yeyərdi. Nə dadlıdır deyərdi. Ay aman, göl nə gəzir? Dönüb olmuşdu şüşə. Tənbəl qarğa qaldı üşüyə-üşüyə, qaldı ac. Ağlaya-ağlaya evinə döndü. Yeganə ümidi qonşu qarğa idi. Yayda qocaq qarğaya dediyi tənəli sözlər yadına düşdü. Öz-özünə dedi: "Onunla bu cür rəftar etməkdənsə, qocaq qonşuma qoşulsaydım, çoxlu azuqələr toplasaydım, indi isti yuvamda dincələrdim. İndi isə kimdən deyim, qocaq qarğadan." O balalarını başına yığıb yuvasında oturmuşdu. Sobanı qalayıb isti şorba bişirmişdi. Şən mahnılar oxuya-oxuya, gözəl yeməklərdən yeyə yuvasında dincəlirdi. Birdən qapı döyüldü. Qocaq qarğa qapını gülərək açdı. Mehriban baxışları ətrafa sanki nur saçdı. "Xoş gəlmişsən ay qonşu. Buyur içəri, səndən nə əcəb?" Tənbəl qarğa qəhərlənə dedi. "Qış qəfildən qapını kəsdi. Acından, soyuqdan ölürəm." Qocaq qarğa qonşusuna gözəl süfrə açdı. Gülümsəyə dedi: "Ye, iç ay qonşu, halal xoşun olsun." Tənbəl qarğa utana-utana əyləşdi. Doyunca yeyib içdikdən sonra dedi: "Qoy yay gəlsin, sənin kimi edəcəyəm, əməksevər olacağam." Doğrudan da tənbəl qarğa elə o gündən tənbəlliyin daşını bir dəfəlik atdı. Yay fəsli gələr gəlməz qollarını çırmalayıb işə başladı. O tez-tez qocaq qarğaya da buğda, arpa və qoz gətirirdi. Qocaq qarğa deyirdi: "Ay qonşu, özüm azuqə toplayacağam, sən bizim üçün əziyyət çəkmə." "Nə əziyyət? Mən nə qədər çalışsam da sənin yaxşılıqlarının əvəzini ödəyə bilmərəm.
Sənin yaxşılığını heç vaxt unutmayacağam. Və beləliklə, əziz uşaqlar, buradan da anladığınız kimi yaxşılıq heç vaxt itmir. Şirin körpələr, əziz valideynlər, nağılımızı bəyəndinizsə, kanalımıza keçid edib digər nağıllarımızı da izləyə bilərsiniz. Kanalımıza abunə olub bizə dəstək olmağı unutmayın. Görüşərik.